Dostlar, bugün sizə ingilis dilini öyrənmək istəyənlərin və ümumiyyətlə abituriyentlərin ən çox çətinlik çəkdiyi present perfect, yəni indiki bitmiş zamanı izah edəcəm. Gördüyümüz kimi birinci bizə formula lazımdır. Yəni biz present perfect, indiki bitmiş zamanı necə düzəltməliyik? Bizə lazım olan köməkçi feillər have və has feilləridir və have has feilinin üzərinə verb 3, yəni feilin 3-cü formasını artırmaqla biz present perfect, indiki bitmiş zamanı əmələ gətirə bilirik. Burada nəyə diqqət eləyin? Birincisi şəxslərdə, yəni I, you, we, they şəxslərində yalnız have, üçüncü şəxsin təkində he, she, it-də isə siz has-dən istifadə edə bilərsiniz. Amma bütün şəxslərdə yenə də biz verb 3, yəni feilin üçüncü formasından istifadə etməliyik. Gəlirik ikinci punktumuz olan istifadəsinə. Yəni biz bu zamanı, indiki bitmiş zamanı hansı hallarda istifadə edə bilərik? İndiki bitmiş zamanı biz keçmiş hadisə plus indiki nəticə. Bu nə deməkdir? Bu məqamlarda istifadə edə bilərsiniz. Bu nə deməkdir? Yəni hərəkət keçmişdə hansısa bizə maraqlı deyil, hansı zamanda, dəqiq bir zaman deyil, hansısa zamanda baş verib, nəticəsi indi göz önündədir. Yəni keçmişdə baş verən hadisə birbaşa indi ilə əlaqəlidir. Məsələn, məndən kimsə soruşur ki, kiməsə zəng edim. Mən deyirəm ki, telefonumu sındırmışam. Yəni keçmişdə hansısa, bilmirəm, bəlkə 2 gün bundan qabaq, bəlkə 2 saat bundan qabaq, bəlkə 1 ay bundan əvvəl mən telefonumu sındırdım. İndi nəticə etibarilə mənim telefonum sınıqdır və mən istifadə edə bilmirəm. Bax, bu indiki bitmiş zamandır. Yəni keçmişdə hadisə baş verib, nəticəsi isə indi göz önündədir. Məsələn, I have lost my phone. İkinci istifadə qaydamız həyat təcrübəsidir. Yəni mən həyatımın hansısa bir hissəsində hansısa bir işi görmüşəmsə, burada da mən present perfect, yəni indiki bitmişdən istifadə etməliyəm. Tutaq ki, deyirəm ki, I have been to Turkey. Mən Türkiyədə olmuşam. Nə vaxt olduğumu dəqiq deməsəm də, olduğum haqqda məlumatı, nəticə etibarını sizə bildirirəm. Üçüncü punktumuz keçmişdə başlayıb, indi də davam eləyir. Burada necə baş verir məsələ? I have lived here for 5 years. Mən artıq 5 ildir ki, burada yaşayıram. Bəzi mənbələrdə biz bu formalı, bu tipli cümlələri indiki bitmiş davam edici zamanla da quraşdıra bilirik. Amma yenə də biz əgər indiki bitmiş zamanı izah ediriksə, bu istifadə qaydasına da toxunmağımız vacibdir. Baxın, burada mən sizin üçün qeyd eləmişəm signal words. Yəni, indiki bitmiş zamanda hansı siqnal sözlərindən istifadə eləmək lazımdır. Burada siz görürsünüz even, never, just, already, yet, recently, since, for və s. Bunları artırmaq da olar və daha çox dil testlərində biz bu signal wordslərə, siqnal sözlərinə rast gələcəyik. Burada sadəcə olaraq diqqətli olmaq, mən indi videonu çox uzatmaq istəmirəm, amma diqqətli olmalıyıq bu siqnal sözlərinin işlənmə yerlərinə daha çox fikir verir. Məsələn, mən sizə just, already və yet haqqında, ən çox işlənənlər haqqında məlumat verəcəm. Just və already-ni siz, baxın, burada köməkçi feil və əsas feilin ortasında yerləşdirəcəksiniz. Məsələn, I have just done all my lessons. I have already met my friends. Mən artıq dostlarımla görüşmüşəm, artıq dərslərimi etmişəm və s. Yet isə yalnız sual və inkar cümlələrinin sonunda, ən sonda görəcəyiniz bir siqnal sözüdür. Əsas fərqə gəlincə, yəni present perfect, indiki bitmiş zamanı daha yaxşı anlamaq üçün məsləhət görərdim ki, bunu past simple, yəni keçmiş sadə ilə müqayisə edəsiniz. Burada da qısa bir müqayisə verdim sizin üçün. Məsələn, əsas fərq keçmiş sadə ilə present perfect arasında əsas fərq. Dəqiq keçmiş vaxt olanda burada past simple istifadə edəcəksiniz. Məsələn, burada da siz signal word olacaq yesterday, last year, hansısa bir il görə bilərsiniz. Amma present perfect isə siz bu zamanda dəqiq vaxt görməyəcəksiniz. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Bu kimi videoların davamı üçün səhifəmi izləmədə qalın.